Əslində mənim törətdiyim bütün cinayətlərin, qızımın ölümünün hamısının birinci günahkarı mənim anamdır. Mənim həyatımın birinci qatili anam olub. O məni küçə iti kimi atıb getmişdi. Ortada qalan adama gələn də təpiyi vurur, gedən də vurulan təpiklər məni yavaş-yavaş böyütdü. Amma mən yaxşı valideyn olmaq istəyirdim. Özümə söz vermişdim ki, anam kim olmayacaq. Ama olmadı. Ola bilməzdi. Çünkü mən anasız böyümüşəm. Mən sevgisiz böyümüşəm, əzik böyümüşəm. Sevgisiz və əzik böyüyən adam yaxşı valideyn olmaq yolunu tapa bilməz. Hər uşaq doğan ana ola bilməz.